and answer the questions from 1 to 4. Watching television is an interesting and fun activity. The word television is often shortened as TV. The first television broadcast in Australia was in 1956. The pictures on TV were black and white. Television has changed a lot since then. On TV, you can watch many different programs about a range of things. Some examples of TV programs are news, cartoons, dramas, sports, documentaries, reality shows, etc. There are several channels which show different TV programs. TV guides tell us what programs are shown on which channel and at what time. Most programs are episodes. These episodes usually last for either 30 minutes or a full hour. At the weekends, there are sometimes movies that you can watch instead of going to the cinema. You can learn a lot from watching TV, but you should not too much, or you will hurt your eyes. Salam əziz 9-cular. Artıq imtahana da çox az vaxt qalıb. Bu iki yeni modelə uyğun demin sınaqlarını 9-cu bölməsindəyik artıq. Əgər sizə bizim izahlarımız maraqlıdırsa, davam da edə bilərik. Mən şəxsən şagirdlərim üçün də bunu edirəm ki, daha sonra rekord olmuş versiyasına baxsınlar. Belə, birinci dinləməni dinlədikdə biz nələrdən danışdığını eşitdik. Televiziyanın ilkin yaranmasından bəhs etdi. İlk dəfə onun rəngsiz olduğunu, ağ-qara göstərdiyini və ümumiyyətlə televiziya yarandığı günlərində yeni bir aktivitə olduğunu və insanların diqqətini cəlb etdiyini göstərdi. Uşaqlar üçün, böyüklər üçün proqramlar olduğunu, daha çox proqramların cizgi filmləri, xəbərlər, idman, musiqi və s. bu proqramların olduğunu bildirdi və kanalları bizə nələr məlumat verdiyin, nə hansı proqramlar göstərdiyini bildirdi və yaxud burada qeyd etdi ki, televizora çox baxmaq insanlar deyirdilər ki, sizin gözlərinizi incidə bilər, ona görə baxmaq olmaz. Yəni, ümumiyyətlə, televizor insanların o dövrdə diqqətini cəlb etmişdi. Burada biz 1, 2, 3-cü tapşırıq və 4-cü tapşırıqdakı true false-lara baxacağıq. Birinci sualımızda nə deyir? Doğru, correct answer. Choose the correct answer. Yəni, doğru cavabı seçin deyir bizə və sual verib bizə. Why are people advised not to watch TV too much? Nəyə görə insanlar televizora həddindən çox baxmağı məsləhət görmürdülər? Birinci də variantda because watching TV is very useful, faydalıdır deyir. Çünki xeyr, because the TV shows boring program, can sıxıcı proqramları var. Because the number of program is very few, proqramların sayı çox azdır və yaxud because it is harmful for eyes, gözlərimizə zərərlidir, harmful burada zərərli. Because the time of episodes lasts an hour. Episodların sayı 1 saat davam edirdi. Yəni, bunlara görə yox, mən orada bayaq da qeyd etdim, gözlərə ziyan olduğu üçün D variantı doğrudur. Because it is harmful for eyes. Gözlərə ziyanlı olduğu üçün. What is the passage mainly about? Mətn əsasən nə haqda idi? Television guys, televizya bələdçisi, movies in the cinema, sinemada, kinodakı orada kino haqqında danışır, hətta deyir, həftə sonları kinolarda verilir, maraqlı kinolara baxırdılar, amma ümumiyyətlə kinodan danışmırdım. Kinoteatrdakı kinolar falan bu deyil. An interesting activity, maraqlı fəaliyyət. Television channels, televiziya kanalları. The films show at weekends, həftə sonları göstərilən yəni filmlər bu da deyildi. Burada verilən
cavablarda an interesting activity, o dövrdə maraqlı aktivite belə götürüblər, amma burada televiziya kanalları da götürürlər uşaqlar bəzən. Amma tam televiziya kanallarından yox, ümumiyyətlə televizorun yaranıb və orada ən maraqlı aktivite olduğunu bildirirdi. Ona görə C variantıdır. Complete the sentence according to the passage. The TV channels, televiziya kanalları nə edirdi bizə? Inform us of the time of programs, proqramların vaxtı haqqında məlumat verirdi. Show different TV program, müxtəlif televiziya proqramlar göstərirdi. Bax, bu olar. Tell us a list of TV program, televiziyadakı proqramların siyahısını söyləyirdi. Shows a list of movies at the weekend. Həftə sonu filmlərin listin siyahısını göstərirdi. Demonstrates the same TV program. Eyni televiziya proqramları hazırlayırdı. Xeyr, burada elə B variantı. Yəni nədir? Doğrudur. Növbəti true false tapşırığımıza gedirik. Burada isə TV is a short version of the word television. TV sözü televiziya sözünün qısa versiyasıdır. Əlbəttə ki, bu doğrudur. A variantı. True. The first pictures on TV were colored. İlk şəkillər rəngli idi. Xeyr, tam əksinə white, black and white. Orada belə dedi. False, yanlışdır. Bunu məntiqindən də tapa bilərsiniz elə və dinləmədə eşitdiyiniz yadınızda qalmasa da bilərsiniz ki, ilk şəkillər televiziyada qara idi. Üçüncüsü, cartoon, sports, reality show, etc. are shown on TV. Cizgi filmlər, idmanlar, reality showlar televizorda göstərilir. Əlbəttə ki, göstərilir. True, hal-hazırda da göstərilir bunlar. Television has changed very little since its first days. Çox az dəyişibdir o ilk gündən bəri. Xeyr, burada deyirdi ki, orada çox dəyişib. Ona görə bu false'dır. Yəni, very little yox, very much dəyişib. 5-7-ci tapşırıqlarımız isə qısa mətnlər haqqındadır. Burada 5-ci tapşırığımızda attention athletes join our community fun round. You may be either seasoned runner or just starting out. This event is for everyone. Enjoy a pleasant way and support a great cause. Choose the correct variant. Atletlərin diqqətini nəzərinə çatdırır ki, bizim əyləncəli qaçış cəmiyyətimizə qatılın. Sizdir, yeni başlayan da ola bilərsiniz, ancaq deyir və yaxud da deyir, təcrübələriniz də ola bilər. Amma ki, sadəcə deyir, bu hamı üçün olan deyir, bu tədbir hamı üçündür və deyir, bu gözəl yola deyir. Sizə qoşulun və bizi bu kursu dəstəkləyin. Burada bizdə elan haqqındadır. Runners are invited to start the event. Qaçışçılar deyir, tədbir başlamaq üçün dəvət edirdilər. Xeyr. Community Fun Run invites athletes to join the event. Bu atlet fan, əyləncəli qaçış cəmiyyəti atletləri dəvət edirdi tədbirə. Bu olar, qalsın bu. All the runners want to join the community. Bütün deyir, yarışçılar deyir, qoşulmaq istəyirlər bu cəmiyyətə. Xeyr, bu yox idi. Community Run Fun organized the event for only runners. Yalnız qaçışçılar üçün idi. Xeyr, burada əvvəldən deyirdi, axı, hər kəs ola bilər. For everyone deyirdim. Deyil, everyone who took part in the event enjoyed it. Kimdir qoşulmuşdu bu tədbirədir, hamısı əylənmişdi. Bunlar hələ qoşulmamışdılar. Bunlar hələ deyirdi, enjoy a pleasant way and support a great cause. Hələ deyir, qoşulun bu deyir, əyləncə yolu və bizi dəstəkləyin deyirdi. Hələ ki, dəvət olunurdular bunlar. Ona görə B variantı doğrudur. Yəni deyir ki, əyləncəli qaçış cəmiyyəti atletləri bu tədbirə qoşulmağa dəvət edir. Baxın, elə əvvəldə də 5-ci tapşırığın əvvəlində attention athletes, diqqət atletlər, join our community fun run, bizim cəmiyyətə qoşulun deyirlər. Ona görə elə B variantı doğrudur. 6-cı tapşırığımıza baxırıq. Burada hello Baku, our new agency is here. Come say hello at the Sir Hüseynov 39. Did you know we offer free on our personal travel consulting appointment at all of our locations? We'd like to see you Monday, Friday, 10 a.m., 9 p.m. Choose the correct variant.
Doğru variantı seçməyimizi deyir və mövzu isə Salam Bakıdır, bizimdir. Yeni agentliyimiz var deyir burada. Gəlindir, Hüseynov küçəsi 39-da deyir. Salam deyin və deyir bilirsiniz bizimdir səyahət 1 saatlıq pulsuz səyahət konsultasiyamız var deyir. Bütün deyir mərkəzlərimizdə deyir var bu və deyir biz deyir sizi 1-ci və 5-ci günləri saat 10-dan 9-a qədər görməyə məmnun olarıq. Və burada da isə deyir ki, A variantında New branch of travel consulting agency is open in Baku, Azərbaycan. Yenidir, filialıdır, açılıbdır Bakıda deyir. Bəli, bu olar. Bunu saxlayaq, ona digərlərinə baxaq. Free 1 hour personal travel consulting is available in Baku branch only. Yalnız da Bakıda deyir, 1 saatlıq deyir, pulsuz konsultasiya kursu var deyir. Xeyr. Burada deyirdi ki, all, bütün hamısında. Baxın orada deyir, did you know we offer free 1 hour personal travel consulting appointment at all of our location. Yəni bütün yerləşdiyimiz ərazilərdə verirlər. Yalnız burada only sözü ümumiyyətlə yadınızda qalsın. Only olan sözlər, olan cümlənin əksəriyyəti səhv olur. B yanlışdır. C. New travel consulting agency in Baku works daily 10 a.m. 9 p.m. Yenidir konsultasiya agentliyi Bakıda gündəlik deyildi. Bu yalnız gündəlik olsaydı burada şənbə bazar da olardı. Ona görə bu yanlışdır. Daily deyil, Monday, Friday günləri idi. D. Bəndən isə Mondays and Fridays are non-working days in Baku branch of travel agency. 1-ci və 5-ci günlərdə iş günü deyil. Əslində bu aralar iş günü idi. Bu da yanlışdır. There is 1 hour free personal travel consulting at weekends in the new branch. Həftə sonu var deyir bu pulsuz konsultasiya. Burada isə 1-ci və 5-ci günlər arasında hər yerdə bunların pulsuz təlim keçirdi, konsultasiya keçirdi. Ona görə A variantı ilə hamısında düzdür. Çünki Bakıda yeni səyahət konsultasiya mərkəzinin açılışına söhbət gedir. Növbəti 7-ci tapşırığımızda da short textdir. Dear fellow staff, I am pleased to announce to all of you that Dr. Samir Aliyev has been promoted to department head. Dr. Aliyev has worked at our hospital for 6 years. Aside from exceptions in the performance of his duties, Dr. Aliyev showed his team spirit by helping others improve their work output. We are happy to reward that kind of hard work and dedication. Please join me in congratulating him on this exciting news. Best regards, Dr. Aynur Cemalova. Burada görürük ki, əziz işçilər, kollegiyalar, staff heyəti məmnuniyyətlə deyir, sizə deyir, belə bir xəbəri deyir, elan edirəm ki, Dr. Samir Əliyev mərkəzindir baş həkimində seçilmişdir, başçısı seçilmişdir. Dr. Əliyevdir, bizlərlə artıq 6 ildir işləyirdir və onun deyir, bu deyir, iş vaxtlarındakı təcrübəsi və göstərdiyi bizə deyir, həmişə deyir, hər kəsə kömək edir və hamının deyir, işlərinə ilham verici, ruhlandırıcı, faydalı işləri olub və deyir, biz deyir, bu cürə deyir, işi deyir, mükafatlandırmaq üçün deyir, çox xoşbəxtdik və deyir, zəhmət olmasa deyir, hamımız bu həyəcanlı xəbərlə deyir, bunu təbrik edək. Hörmətlərlə Aynur Cemalova, yəni deməli burada Aynur Cemalova bu məlumatı oxuyur. Doğru variantı seçirik. A variantı Samir Əliyev is going to get a higher position at the hospital he works. Samir Əliyev deyir, öz işlədiyi hospitalda, xəstəxanada yüksək pozisiya, yəni mərtəbəyə gələcək, yəni işə gələcək. Əlbəttə ki, burada bəli, orada deyir ki, işini yüksəldiblər. Bu olar. DB variantına baxaq. Dr. Aynur Cemalova asks the staff to congratulate her. Onu. Burada onu, yəni öz-özünü deyir. Burada qadın cinsi nədir? Yəni Aynur Cemalova onu deyir, təbrik etməyini istəyir heyətdə. Onun burada kişi cinsi olmalıdır. His olsaydı, çünki bu Aynur Cemalova istəyirdi ki, Samiri təbrik etsinlər. Orada his olardı. Elə olsaydı doğru olardı. Amma burada çaşmayın, çünki burada deyir. Yəni onda qadın cinsində olan, yəni öz-özünü təbrik etdirmək istəyir onda. Olmaz. B variantı səhvdir. According to the email, Samir Aliyev doesn't deserve a new position.
Yəni burada deyir Emil deyir Samir Əliyevin yeni pozisiyasına deyir vermir, yəni layiq deyil, bu deyil. Doktor Camalov doesn't find Samir Əliyev good per responsible worker. Yaxşı deyir, işçi, məsuliyyətli işçi deyir kimi tanımır. Aynur Doktor Samiri, xeyr, bu da yanlış deyir. Samir Əliyev had worked at his previous workplace for 6 years. İşləmişdir olur. Burada hal-hazırda da orada artıq işləyir. Ona görə belə A variantı doğrudur. Növbəti tapşırığımızı mən ingilis dilində oxuyub vaxtımızı almayacağam. Mən çalışıram ki, videolarımız qısa və ətraflı olsun və daha çox sizin diqqətinizi bilmədiyimiz sözlərə diqqətimizi çatdırmaq istəyirəm. Ona görə bir də saxlayıram. Bir üzündən siz özünüz oxuyun. Mən sizə təxmini cavabların sizə izah edə-edə burada bunları da tərcümə edəcəm. Ümumiyyətlə görürük ki, mətn zərərli qidalardan danışır və onların insanlara ziyanından danışır. Amma deyir, yüksək dərəcədə deyir, fast foodların deyir, ziyanı var. Amma deyir, onların içərisində xolesterollar, nə bilim, qənd, yağ, duz, toksik maddələr var. Bütün bunlar deyir, insanlara ziyandır. Amma bunlar deyir, çox asandır, hazırlanır deyir. Ona görə bir çox deyir, paketlərdə və deyir, yerlərdə deyir, hazır məhsullar var deyir, zərərli qidalar deyir, hazırlayırlar və insanların çox da deyir, bunlara deyir, üstünlük verir. Çünki deyir, onlar iş qrafiki çox deyir, ağırdır, məşğuldurlar deyir və yemək pişirmə vaxtları yoxdur, evdə yemək pişirə bilmirlər. Buna görə də deyir, gün-gündən deyir, buna deyir, inkişaf edir və deyir, bu gələcəkdə çox da yaxşı deyil. İnsanların deyir, bütün yaş qrupları üçün deyir, bu deyir, zərərlidir və deyir, xüsusilə deyir, ad günlərində, tədbirlərdə, ailələrdə deyir, bundan deyir, qoşulur, əz alır. Amma deyir, bunlar, məsələn, insanlar daha çox vaxtı deyir, içkilər, çipslər, verməşin dulslar, uşaqlar bunlar çox yaxşı bilir adları, verməşirlər, burgerlər, pizzalar falan, french fries, hamısı deyir, bunlar yeyirlər və bunlar hamısı deyir, ayaqüstü qidalardır, həm marketlərdə var bu mətbəxlər, Çin mətbəxləri ümumiyyətlə hər yerdədir. Amma deyir, gərək deyir, insanlar bunu yalnız həftədə bir dəfə yesinlər. Bu da deyir, onların sağlam qalmalarına köməklik göstərə bilər. Növbəti mətn nə haqdadır? Mətnin artıq bilirik ki, burada nə haqdaydı? The popular food around the world. Yəni hər tərəfdə məşhur yemək. A variantı olmaz, evdə hazırlanan qida deyir. B variantında ad günü şənlikləri deyil ailələr üçün. C variantında faydaları deyir, zərərli qidaların. D variantında isə deyir, müxtəlif ölkələrin mətbəxləri. Xeyr, burada kuzun mətbəxdir. Xeyr, burada yalnız ən məşhur qidadır. Orada bir dənə Çindən danışdı. Yəni bütün müxtəlif ölkələrdən danışmadı. Növbəti 9-cu tapşırığımızda isə correct variantdır. Junk food spreads almost around the world. Dünyanın hər yerində deyir, yayılır. Junk food is rich different useful substance. Faydalı tərkibləri var. Xeyr, faydasız idi. People eat junk food because of its good taste. Burada bir cümlə qaldı. Mən də bəli, onlar xüsusi dad verirdilər. Dadına görə məşhur idilər. Bu bəli, bu var idi. Dördüncüsü isə the use of junk food is reducing nowadays. Bu günlərdir körlanır. Asır dünyada yenidən istifadə olunur. Xeyr, bu haqda yox idi məlumat. 1-3 doğru variantı, B variantı. 10-cu tapşırığımızda isə baxırıq ki, yenə doğru variant istəyir, amma suala cavab. Why do some people prefer ready-made foods? Niyə görə bəzi insanlar hazır məhsullara deyir, hazırlanmış məhsullar, qidalara üstünlük verir? Çünki niyə idi? Onların vaxtları yox idi dedik, həm də elə A variantı. Because it is not easy to prepare meals at home. Çünki evdə yemək pişirmə çox asan deyildi. Bu olar. Because some of them like salty meals. Bəziləri olar. Duzlu qida xoşlayır. Xeyr, bu yox idi.
Because they think Jungkook is useful for them. Onlar düşünüş olaraq faydalıdır. Xeyr, elə düşünmürlər. Sadəcə vaxtları yox idi həm də dadlılığına görə. Because they don't have ready foods at their homes. Onların hazır yeməkləri yoxdur evdə. Bəli, yox idi. Bişirməklərdə vaxtları yox idi. 5-də isə deyir because they dislike meals which are made at home. Çünki deyir onlar evdə hazırlanan yeməyi xoşlamır. Kim xoşlamaz? Amma xoşlayır. Sadəcə hazırlamağa vaxtları yox idi deyə. 1-4 A variantı doğrudur. 11-də isə deyir complete the sentence. Cümləni davam edək. Junk food, yəni zərərli qidalar nələr idi? Nələr idi bizə? Nəyə görə ta? Burada deyir is eaten only by children. Yəni dedik onunla olan cümlə səhvdir. Yalnız uşaqlarla deyir. Qidalarını şənliklərdə, uşaqlar qidalarını şənliklərdə xeyr, hamı deyirdi. Is useful if it is eaten every day. Faydalıdır hər gün yeyilsə, xeyr. Orada deyir ki, həftədə bir dəfə olar. Has gained popularity for its taste. Bəli, inkişaf edir deyir dadına görə. C variant doğrudur. Is eaten only at birthday party. Yenə only var cümlədə. Yenə səhvdir, yalnız deyir ad günlərdə yeyilir. Xeyr, has low levels of harmful fat, sugar and salt. Aşağı səviyyəlidir, zərərli yağı, qənd və duz var içərisində. Xeyr, burada yüksək səviyyədə idi. Ona görə 11-də hansı variantımız oldu? Has gained popularity for its taste. C variantı doğrudur. 12 isə yanlış variantlarımızı seçəcəyik. It takes a long time to prepare junk food. Çox vaxt alır. Xeyr. Az vaxt alırdı. Bu yanlışdır. Junk food is useful to the body system. Zərərli qidalardır. Bədən sistemimizə faydalıdır. Xeyr, əksinə ziyandır. 1-2 deməli səhvdir. Görə öbürsülərdə səhv varmı? Both children and adults prefer eating junk food. Uşaqlar və böyüklərdir. Üstünlük verirlər. Bəli, bu doğrudur. Burada bizə yanlış seçdiyimizə görə bu bizim üçün yəni səhv variantdır burada. The use of junk food is harmful for the future. Gələcək üçün çox ziyanlıdır. Bəli. 3-lə 4 doğrudur deyə, yəni mətndə var deyə götürmürük. Bizə yanlış olanlar 1-2 lazım idi. Götürdük. Növbəti tapşırıqlarımız qrammatikaya aiddir. Qrammatikamız isə bu bölməmizdə bizə nələrdəndir? Question words, interrogative, tag question, imperative, yəni bunlardır. Ayrıca suallar, sual növləri, ümumiyyətlə bunlar haqqındadır. Görək 13-cü tapşırıq nədir? Interrogative, sual cümləsi. Did you visit it? Did olduqda biz bilirik ki, feillərin sonundakı ed şəkilçisi düşür. Birinci səhvdir. 1 olan A, E, C variantları səhvdir. Ya bu 2-4-dür, ya 3-4-dür. Baxaq. Nothing is useful, isn't it? Biz bilirik ki, ayrıcı suallarda vergilə gedər ki, hissə, inkardırsa vergildən sonraki hissə təsdiq olmalıdır. Burada da nothing, inkar, isn't da inkar. 2 inkar vergilinə bir-birini işləmir. 2 də səhvdir. 1, 2, deməli səhv olduğuna görə 3, 4 avtomatik bizdə doğru olur. D variantı, how long have you stayed at the party? Have olduqda stayed sözündə anlıq ed qala bilər, çünki bitmiş zaman olur. When did this poet write this poem? Write sözü indiki zamandadır cümlədə, çünki did var. Bəli, doğrudur. 3, 4 doğru variantdır. 14-cü sualımızda ayrıcı suallardır. The students of your form go for a walk. Go sözündən sonra görürük ki, ümumiyyətlə cümlədə inkar yoxdur. Bundan sonraki inkar olmalıdır. İnkar olduğuna görə A, E, D variantların avtomatik buna uyğun çıxardırıq. Çünki ikinci hissəmiz inkar olmalıdır. Birinci hissə təsdiqdir. Və zamanına və işlənən ismə görə təyin edəcəyik ki, hansı köməkçi feilimiz olsun. Does təklə işlənir deyə B variantı səhvdir. Biz bilirik ki, of-la birləşən bizim mübtədamızda həmişə of-dan əvvəlki sözə baxırıq. Students cəmdə olduğuna görə bunun sual forması do-la verilməlidir. Don't they olmalıdır. C variantı doğrudur. 15-ci tapşırığımızda yenə interrogativ sual cümləsidir. Does your family travel abroad? Yəni xaricdə səyahət edib, necə gedib? Burada da baxırıq does-la. How often does your family travel abroad? Necə tez-tez edir? Whose-dan sonra isim olmalıdır. Whom da
əvəzli isim və ya burada məkana aiddir, onu soruşmur. Burada who does yox, who kiminlə gedirdi. Burada gərək söz önündə olmalıdır. Ona görə C variantı doğrudur. Üzr sayın. Burada mən 15-i yerini dəyişməmişəm. Növbəti tapşırığımızda isə 14-dən 15-ə bir də baxaq. Yəni burada C variantı doğrudur. 15-də isə yenə C variantı doğrudur. 16-cı variantımızda isə choose a correct interrogative sentence, yenə sual cümləsinin doğru olanı seçirik. A variantında görürük ki, burada did var, amma meet sözü, met, yəni bir i hərfi düşüb, keçmiş zamanda yazılıb. Did olanda dedik ki, meet olur, səhvdir. We are going this-dir. We are this student going nə olmalıdır? Bu da səhvdir. Where does this student come sözünün dalındakı s qalır. Cümlədə does olduqda feillərin sonundakı s düşür. C-də səhvdir. Where you have yox, have you olmalıdır. Çünki bizdə köməkçi feil həmişə xüsusi sual sözündən sonra işlənir. Buna görə də D variantı səhvdir. E variantı baxırıq ki, xüsusi sual əvəzliyi, köməkçi feil, mübtəda və zamanları düzülür və ya have you been lately bu yaxınlarda harda olmusunuz? E variantı doğrudur. 17-ci tapşırığımıza baxırıq isə yenə ayrıcı suallardır. Vergül var. Vergülə mütləq diqqət edin. Əgər nöqtə varsa burada, nöqtəyə qədər ki, cümlə inkardırsa, bu tərəfdə inkar olur. Yox, nöqtə deyil, vergül isə vergülə qədər ki, inkar varsa, burada təsdiq olacaq. Burada inkar yoxsa, burada inkar olacaq. Burada niyə və inkardır? Deməli, bizə inkar yox, təsdiq lazımdır. Burada not olanı çıxırıq. Lazımdır. Elə bir dənə notla işlənən C var, onu çıxdıq. Digərləri hamısı təsdiqdir. Amma indi mən nəyə baxacam burada? Birinci Davidə baxıram. Və friend-ə. Apostrof S-dən sonraki sözə baxırıq. Çünki burada friend sözü təkdədir. Deməli, cavabımız tək olacaq. Burada bir dənə bu D variantda. Buna görə şeydir, səhvdir, yanlışdır. Niyə olan cümlələrdə də burada biz baxırıq ki, T sözünün dalında S var. Yəni, bu indiki zamandır. Burada has, was olmaz. Yəni, zaman bizim göstəricimiz nədir? Present. Ona görə do, does olardı. Friend də təkdədir. Apostrof S-də ki, sonraki ismi götürdüyümüzə görə təkdə olduğuna görə A variantı uyğun gəlir. Does, she. Burada Davidin dostu, bu qız da ola bilər deyir, she ilə görmək doğrudur. Yəni, burada siz Davidə görə çaşmayın ki, müəllim, David oğlan nətər olur, orada she oldu. Xeyr, burada bu friend sözünə aiddir bizə mübtədamız. Ona görə does, she. David's friend never tells a lie, does she? Davidin dostu heç vaxt yalan danışmır, elədirmi? 18-ci tapşırığımızda da flowers do you like in your garden? Flowers do you like in your garden deyir. Flowers güllərdir və birinci mübtəda gəlib. Və burada mübtəda gəlibsə, həm də mübtəda baxırıq ki, cansızdır. Cansız olduğuna görə whom getdi. What kind-dan sonra of işlənir. O da getdi. Burada qaldı. 1-lə 3 sildi. Olan cavabların hamısını çıxdıqdan sonra elə 2-4 qalır. Ona görə what və which doğrudur. What nə ki deməkdir, which də hansı ki deməkdir. Bəli, ondan işlənə bilər. D variantı doğrudur. 19-da is your woman, she's my teacher. O qadın, yəni bu qadın kimlik sözüdür, o mənim müəlliməmdir. Is xəbərdir. Who's-dan sonra mübtəda gəlir və ya cansız məkan bildirir. What cansız isimlər bildirir. Who-la whom arasında qaldıqda isə whom-dan sonra əvəzlik və yaxud isim gəldiyinə görə burada who-dan sonra xəbər birbaşa özündən sonra xəbər gətirən who-dur. Who is this woman? Bu qadın kimdir? She is my teacher. O mənim müəllimimdir. Tərcümə ilə də tapa bilərik. Who işlənir. 20-ci tapşırığımıza baxırıq ki, 20-ci tapşırığımız make-up sentence-dir. Make-up sentence-də burada you, how long, each other, known, have. Baxırıq ki, yenə sual cümləsidir və burada bizə ardıcıl düzülüşü lazımdır. Demək, sual sözümüz nədir? How long. How long 3-ü gətirdik. 2 variant da var. Demək, C, E, D səhvdir. 3-ü gətirdik. How long. How long-dan sonra nə olmalı? Demişdim ki, köməkçi feil. Köməkçi feilimiz nədir? Have gətirdik.
Nə gəlməlidir? Mübtəda. Mübtədamız nədir? You. How long have you? Nə gəlməlidir sonra mübtədadan sonra? Xəbər. Xəbər noun. Bir-birinə sözdə icaza. 5-ci burada B variantı doğrudur. 3-də niyə götürmədik? Çünki burada yerləri səhv dəyişik qoyulmuşdur. 3, 1 idi. Yəni, how longdan sonra xəbərin köməkçi feili gəlməlidir. Yəni, have gəlməlidir. Mübtəda yox. Buna görə A variantda səhv oldu. 20-ci tapşırığa baxırıq. Yenə də ayrıcı sualdır. Vergülnəndir. Deməli, bir tərəfi təsdiqdirsə, inkardırsa təsdiq. Bizdə baxırıq, nevə var. Deməli, inkardır. Bizdə ikinci tərəf təsdiq olunur. İnkarları silirik. B, D, C-ni sildik. Qaldı A ya da E. Biz də burada baxırıq ki, Karol nevə participates S-lə bitib. Yəni, burada da həz ola bilməz. Ona görə elə E variantıdır. Does he. Həm də burada S gəlir bura. Karolda kimdir? He. Buradadır. E variantı buradadır. 22-ci tapşırığımızda isə yenə də nəyə baxırıq? Yenə də zamanlarımıza baxırıq. Vergülnəndir. Və baxırıq ki, təsdiqdir, yoxsa inkardır. Baxırıq ki, təsdiqdir. İnkar sözü yoxdur. Demək, ikinci tərəfimiz bizim inkar olacaq. Burada təsdiq olanları silirik. A ilə D təsdiqdir deyə getdi. B, C, E-yə baxaq, zamanına görə düzəldək. Right sözünə baxıram, görürəm ki, indiki sadə zamandadır. Heç bir zaman şəkli yoxdur. Boy sözü cəmdə olduğuna görə burada mənə does-la və yaxud digər will-lə işlənənlər yox, mənə nə lazımdır? Do-la işlənən lazımdır. İnkarda olmalıdır. Həm də cəmdədir. Oğlanlar. Zey ola bilər. Bu he olmaz. Ona görə C variantı doğrudur. Yəni, buradakı E və yaxud B variantındakı bu he ilə işlənə bilməz. Çünki o boy sözü cəmdədir. Onlar olmalıdır. Zey, don't say. Yenə sual cümlələridir. Doğru sual cümlələrini seçirik. His mother let him dance at the party. Virgül. Let olan didn't she. Burada baxırıq ki, bəli. Let keçmiş zamandadır burada. His mother let him dance at the party. Didn't she. Bir olar. Virgülə qədər ki, təsdiqdir. Virgüldən sonra inkar. Bu qalsın. 2-yə baxaq. Granny lets her bake pizza. Does she. Burada does-la yox. Biz bilirik ki, let-lə olanda daha çox, həm də burada təsdiqdədir. Burada doesn't olmalıdır. Bunu səhvdir. Bu 8-ci sinif təsdiqində də vardı bu. Növbəti tapşırığımızda siz Julia, does Julia cook sözünün altındakı S qalıb. Does olanı dedik ki, P-lərin sonundakı S düşür. 3 səhvdir. Did your mother or your sister lay the table? Sən anan yoxsa deyir. Bacın süfrəni salır. Burada da lay sözü lay. Did your mother or your sister lay the table? Sənin anan yoxsa deyir. Burada əslində bu da götürmək olar, amma burada bizim cavabımız nə verilib? 1-lə, hə bəli, bunu da götürmək olar. 1, 4. Burada nələr səhv idi? Nə 2, nə 3. Çünki does olanda dedik ki, cook sözünün altındakı S düşür. 2-də isə dedik ki, cümləmiz təsdiqdədir. Virgüldən sonra inkar olmalı idi. O da does şey yazmışdı. Demək səhvdir. Belə. Deməli, 1, 4 B variantı doğru idi. 24-də baxırıq. Sual sözləri seçirik. Birbaşa xəbər gəlib. Didn't they write the exercise? Why didn't ola bilər. Niyə görə deyir, yazmayıblar. Və yaxud nə vaxt deyir, yazmayıblar. Whom isim aiddir. Burada hərəkətə aiddir. How much özündən sonra daha çox isim gəlir. What da əşyaya aid olur. Deməli, burada why və when. 2, 4 A variantı doğrudur. Bir çox bunları tərcümə ilə tapmaq çox asandır. Yenə növbəti tapşırığımızda isə deyir, hansılar düz işlənə bilər. Correct variant. Did Jack prepare his homework? Burada nələr olar? Boş verə bilərik. Baxın, did, böyük hərflə yazsaq, Jack prepare his homework. Jack deyir, öz tapşırığını hazırladı. Keçmiş zaman sual düzdür, did. Sual və feil də edsiz işlənib, düzdür, işlədə bilərik, boşluq ola bilər, biri götürə bilərik. Daha sonra who's-dan sonra dedik isim gəlir, 3 heç vaxt ola bilməz. What-dan sonra da isim gəlir, o da olmaz. Qaldı 2, 5.
When did Jack prepare his homework? Nə vaxtdır hazırladı ev tapşırığın və how did necə hazırladı? Bəli, 1, 2, 5 doğru götürülə bilər. Növbəti tapşırığımız isə bizim make-up story-dir. Şəkillərə diqqətlə baxırıq ki, uşaq bunun beynində, xəyalında, yəni gördüyünü burada təsvir etmək üçün nələri deyir, onu şəklin baxın bu hissəsinə. Yaralanmış, yıxılmış bir insanı görür, kimisə xəbər verir. Həmin adam zəng edir, təcili yardım çağırır və təcili yardım gəlir, həmin insanı belə deyək, xəstəxanaya çatdırır. Nə deyək? Deyək ki, məsələn üçün, John was on a walks və yaxud John walking on the street. Suddenly he saw a man walking ahead fall. And John asked another man passing nearby for help. Together they called an ambulance and helped a stranger. They were glad that they could help. Bu formada da verilə bilər. Tapşırığı yaza bilərik və sözlərin ardıcıllığına, zaman zərflərinin ardıcıllığına fikir verək. Tapşırığımızın cavabını burada yerləşdirəcəm sizin üçün. Baxa bilərsiniz. Yaxşı, bu qədər 10-cu bölməmizi də tezliklə göndərəcəm. Ayın, artıq aprel ayında 6, 20, 16 və 22-sində tələbələr artıq 9-cu siniflər artıq imtahan verəcək. Bir də keçən ilin tələbələri də 6-sında imtahan verəcək. Hər kəsə uğurlar. Əgər videolarımızı bəyənirsə paylaşın, digər dostlarınız da faydalansın.